Salam gözəl insanlar, 24 yanvar olan təxminlərimi qeyd edəcəm. Birinci oyunumuz Bundesliqadan Eintrachtla Hoffenheim oynayır. Toplam qollar 2.5 üst. Bayer Leverkusen Verdon oyunda SK 1.5 üst. Heidenheim Leipzig qonaq komanda 1.5 üst. Como Torino Como'nun qələbə neticəsi və 1.5 üst. Fiorentina Cagliari Fiorentina'nın qələbə neticəsi və 1.5 üst. Marseille Lens oyunda hər iki komanda qol vurar və yaxud heç etsə. Bu ikisi bir təxmindir. Fulham Brighton çox qol olacaq hissə ikinci hissə. Burnley Tottenham qonaq komanda hər hansısa qazanar, bəli. Bournemouth Liverpool hər iki komanda qol vurar, bəli. Villarreal Real Madrid oyuna toplam qollar 2.5 üst. Sevilla Atletik Sevilla'nın qələbə neticəsi. Ajax Volendam toplam qollar 2.5 üst. Uğurlar, bol şanslar, diqqətli seçimlər edin. Hansı oyunlar fikriniz üstə düşürsə, həmin oyunları kuponlarınıza qeyd edin. Əsas öz analizlərinizə üstünlük verin. Bu günlərdə 18.30-a 3 dənə kupon hazırlamışam. 2, 5, bir də 13 əmsal. Bu kuponlardan yararlanmaq üçün bir adı əlaqə nömrəsini yaza bilərsiniz. Telegram kanalıma da qoşulmaq istəyənlər balaca hərflərlə bitişik şəkildə Liberskor 777 yazaraq Telegram kanalıma qoşula bilərsiniz. Telegram kanalıma qoşulduqda və yaxud burada şəxsi yazan YouTube kanalım aktivdir. TikTokda videolarda oyunları qeyd edəndə çox vaxt video spama düşür. Elə olub videonu paylaşamıram, amma YouTube kanalımda mütəmadi olaraq oyunlar barəsində məlumatlar verirəm. YouTube kanalıma da qoşulub YouTube kanalıma abunə ola bilərsiniz. Hər gün oyunlardan yararlana bilərsiniz. Bu günlərdə datalara çıxmış qapı çərçivəsində zərbələr, offsaytlar üçün də bir dənə ayrı video çəkməyə çalışacağam. Videonu bəyənib, kayd eləməyi unutmayın. Dəstəyiniz üçün minnətdaram.